Salam, mən tarix fənni üzrə təlimçi müəllim Natiq Məhərrəmli. Bugün sizinlə 9-cu dərsimiz olan qədim Çin mövzusunun izahına baxacağıq. Qədim Çin harada yerləşirdi? Asiya qitəsinin şərqində yerləşirdi. Sakit Okeana qədər olan şərqdə əraziləri əhatə edirdi. Qədim Çinin ərazisindən Xuanxe və Yansız çayları axırdı. Xuanxe çayını min fəlakət çayı, gəzən çay adlandırırlar. Biz bilirik ki, qədim Misirdə də Nil çayı vardı ki, elə Xuanxe çayına bu daşqınlara görə oxşar götürmək olar. Və ilk sivilizasiyada bu Xuanxe vadisində yaranmışdı. Eradan əvvəl 3-2 minliklərdə. Qədim Çində ilk sivilizasiyanın yaranması 3-2 minlikdir, testlərə çox düşür. Eyni zamanda da eradan əvvəl 2-ci minlikdə ictimai bərabərsizlik yaranmışdı. Qədim Çində 6-cı əsrdə dəmir emalı. Dəmir emalı artıq belə deyək, tayfaların bir-biri ilə döyüşüb, sonunda vahid Çini yaratmasına gətirib çıxarasıydı. Köhnə kitablarda 6-5 yazırdı, təzələrdə 6-cı əsrdə dəmir emal edilir və 4-3-cü əsrlərdə tayfalar arası, kiçik dövlətlər arası mübarizə nəticəsində vuruşan padşahlar dövrü adlanırdı bu dövr. Və bu müharibələrində sonunda məşhur sərkərdə Sin Şuandi qalib gəlir və eradan əvvəl 221-ci ildə Çini vahid halda birləşdirir. Və 221-cidən 206-cı ilə qədər Çində olur Sin sülaləsi. Əsas nümayəndəsi Sin Şuandidir. Bəzi dərsliklərdə səhvən Sin Şuandinin hakimiyyətini Sin sülaləsindən bərabərləşdirirlər, amma yanlışdır. Yəni Sin sülaləsinin yeganə hökmdarı Sin Şuandi deyil. Sin Şuandinin gördüyü tədbirlərə baxaq. Testlərdə çox qarşımıza çıxır imtahanlarda. Vahid dövlət yaratmışdı, mərkəzləşdirmə siyasəti həyata keçirmişdi. Biz buna artıq İran üzrə oxşar cəhət götürə bilərik. Dövlətin ərazisini 36 vilayətə bölmüşdü. Vahid ölçü çəki pul sistemi yaratmışdı. Bununla da artıq ölkənin iqtisadiyyatında bir növdə canlanma yaratmışdı. Və ölkədə Konfutsi təlimini qadağan etmişdi və onun tərəfdarlarına divan tutmuşdu. Hətta onun hakimiyyətinə qarşı çıxan şəxslərə də divan tutmuşdu. İndi bu Konfutsi təlimə qayıdacaq sonra. Konfutsi təlimi bundan sonra olan Xan sülaləsi dövründə amma geniş yayılmışdı. Daha sonra da Böyük Çin səddi. Böyük Çin səddini keçən dərsdə biz demişdik. Asiya Hun dövlətində Mete Tanhunun, daha doğrusu Teoman Tanhunun yürüşlərindən qorunmaq üçün inşa olunmuşdu. Eradan əvvəl 214-cü ildə. Daha sonra bu olur bizim Sin Şuandinin dövrü. Burada elə bir ciddi bir məqam yoxdur. Gəlirik Xan sülaləsinin dövrünə. Xan sülaləsinin dövrü fikir versək, kitabda biz baxsaq yazıb eradan əvvəl 206-cı ildən bizim eranın 3-cü əsrinə qədər. Amma mən bunu həmişə asan yadda saxlamaq üçün bildirirəm ki, bunu belə yadda saxlayaq. Eradan əvvəl 206, bizim eranın 206. Yəni daha rahat yadda saxlama üsuludur. 400 ildən artıq mövcud olublar. Xan sülaləsi dövründə əsasən yenə də Hunlarla müharibə aparılırdı. Həm Sin sülaləsi, həm Xan sülaləsi. Hunlarla müharibə aparır. Və bu müharibə nəticəsində Mete Tanhu qələbə qazanır Pinçen döyüşündə və tərəflər arasında Pinçen müqaviləsi imzalanır. Bunun da şərtin Asiya Hun mövzusunda biz keçmişdik. Çinin şimalı idi, keçirdi Hunlara. Xərrac verməyi özlərinə götürdü Çin, bir də ticarət yollarına nəzarət Hunların əlinə keçirdi. Amma bu məğlubiyyətə baxmayaraq Mete Tanhu öləndən sonra Xan sülaləsi fəal siyasət etməyə başlayır. Və bunun nəticəsində Vyetnam və Koreya ərazilərini ələ keçirirlər. Bununla da Çinin sərhədlərini genişləndirirlər. Və bu dövrdən, Xan sülaləsi dövründən başlayaraq Mete'nin ölümündən sonra Çinlilər Hunlarla qohumluq əlaqələri yaratırlar və bununla onların döyüş taktikalarını öyrənirlər, dövlətçilik ənənələrini öyrənirlər, belə deyək, ordunu öyrənirlər və bununla da onları zəiflətməyə başlayırlar və bununla da davamlı olaraq Asiya Hun dövlətini şərqinə ələ keçirirlər. Yenə də Asiya Hun mövzusunda demişdik ki, Çin şahzadəsindən olan övladı Asiya Hunda Asiya Hun dövlətini Çinə birləşdirməyə cəhd göstərir, amma Çin bunun qarşısını alır, Asiya Hun iki yerə parçalanır. Yəni Asiya Hunun parçalanmasında Xan sülaləsinin böyük rolu olmuşdu. Daha sonra eradan əvvəl 2-ci əsrdə Böyük İpək yolu salınır və Çin dünya ticarət yollarına qoşulur. Bu cümlələr hər biri testlərdə çox qarşımıza çıxır. Daha sonra Sin sülaləsi dövründə də
Bəzi vilayətlər tərk edilmiş vilayətlərə Xan sülaləsi dövründə insanlar yenidən qayıdır. Burada ərazilərdə geniş məskunlaşırlar, əkin-biçin işi ilə məşğul olurlar və bununla da bu əraziləri canlandırırlar. Sonra da Xan sülaləsinin sonlarına yaxın, xüsusən 1-ci əsrdə, bizim eranın 1-ci əsrində qırmızı qaşlılar üsyanı baş verir. Eramızın 184-204-cü illərində, yəni 20 il davam etmişdi. Sarsarıqlar üsyanına Çijan qardaşlar rəhbər edilmişdi. Xan sülaləsini zəiflətmişdi, amma yatırılmışdı hər iki üsyanda. Xüsusən də Sarsarıqlar Xan sülaləsini zəiflədir, amma yatırılır. Ondan sonra Xan sülaləsi devrilir. Testlərdə bəzən bizi saçmaq üçün yazırlar. Sarsarıqlar üsyanı Xan sülaləsini devirdi. Yanlışdır. Çünki Sarsarıqlar 204-də yatırılıb. Amma Xan sülaləsi 206-cı ildə hakimiyyət başa çatıb. Ona görə də yatırılmanı götürə bilmərik. Sonra qədim Çinin mədəniyyətinə gəlirik. Qədim Çinin mədəniyyəti zəngindir. Yazı növündə əsasən istifadə olunurdu hieroqlif yazıdan. Eradan əvvəl 2-ci minlikdə öz hieroqliflərini yaratmışdılar. Hieroqlifi də əslində yazırdılar bambuq lövhə üzərinə ilk əvvəllər. Hökmdar fərmanlarda ipək parça üzərinə yazılırdı. Xan sülaləsi dövründə də kağız da Çində ixtira edilmişdi. Elmə baxanda Misirlilər kimi dəqiq təqvim hazırlayırlar. Kompas ixtira ediblər. Eradan əvvəl 2-1-ci əsrlərdə Smatisyanın tarixi qeydlər əsəri var. Eyni zamanda Smatisyanı Çin tarixinin Herodotu adlandırırdılar və dağlar və dənizlər haqqında kitabda qədim Çin mədəniyyətinə aiddir. İndi burada bir məqamı deyim ki, Herodotu biz 3 dövrdə keçmişik hələ ki. Biri Smatisyanın Çin tarixinin Herodotu adlanması, biri Herodot Misiri Nilin töhfəsi adlandırırdı. Bir də Herodot Yunan Əhəməni müharibələrini qeydə aldığına görə tarixin atası adlandırılmışdı. Hətta sonraki dərslərdə məsələn qeyd olunur. Herodot məsələn İskitlər haqqında da məlumat verir və s. Yəni Herodotun adı tarixin atasıdır, düzdür, amma kitablarımızda kifayət qədər çox çəkilir. Sonra Konfutsi təliminə gəldik. Konfutsi məşhur Çin belə deyək filosofudur, alimidir. 6-5-ci əsrlərdə yaşayıb və onun yaşadığı dövrdən başlayaraq onun belə deyək aforizmləri, təlimləri artıq yayılmağa başlayıb. Onun yazdığı əsərlərdən imtahan verib bilici adını alırdılar. Bu Konfutsi özü əvvəllər sarayda fəaliyyət göstərdiyinə görə sarayın iç üzünü görmüşdü və sonra saraydakı vəzifəsindən azad olunandan sonra sarayı pisləmişdi. Ona görə də Sinşuan bayaq da dedik, Konfutsi təlimini qadağan etmişdi. Burada da qeyd etmişəm. Sinlilər bunu ləğv edir. Konfutsi təliminin ölkədə yayılmasını ləğv edir. Amma Xan sülaləsi dövründə rəsmi ideologiyaya çevrilir və əhali arasında da kifayət qədər çox yayılmışdır. Bu da olur bizim qədim Çin mövzusu.